Fərid liderdir bu zalda. Onun yaşı məsələn 30-31 olsa belə, yəni o bizə örnəkdir. Yəni doğrudan da yəni o insan məsələn biz dağa qalxanda ən birinci qabaqda olur. Yəni mən cavan olaraq, mən yəni belə enerjili olaraq mən qalxa bilmirəm. Yəni onu keçə bilmirəm. Amma ona da baxanda da motivasiya alır ki, yəni o qabaqdadır, ona çatasan. Və o hər gün məşqlərdədir, hər gün təzə fəndlər göstərir. Yəni bizim də sirlərimiz var da məşqlərdə. Aha. Və çox yəni belə idmançı dəstəyi olandır. Yəni hansı idmançı məsəl üçün məşq eləmək istəyir, yəni deyir gəl bizə. Yəni demir də yəni o zalda məşq edirsənsə bizə gələ bilməzsən. Azərbaycanda belə bir şey Aha. var. O zalda məşq edirsənsə bizim də yəni hamını qəbul edir o zalda, hamının özü də üstündə işləyir, ərizə çəkir üstündə. Düzdür, onu indi qədrini bilən də var, bilməyən də var. Yəni bilənlər mənə kimidir, bəzi uşaqlar var, qabağa gedir, bilməyənləri də sağollaşır. Amma Fərid yəni müəllim olaraq yəni çox yəni ideal müəllim. Həm də sekundant kimi də çox belə döyüşə çıxanda motivasiya verir. Məsələn, udursan belə elə sözlər deyir ki, ikinci raund çıxıb udursan. Fərid mənim zaldan qırağa qardaşımdır. Amma zala gələndə isə o müəllim, mən tələbə. Yəni orada başqa şey olmaz. O nə deyir, onu eləyirik. İşfaq da özünü o obrazda eləmək istəyir. Onların zalları hətta bizim zala çox oxşayır. Yəni elə bir şey yaradıb, sonra da yaradıb. Yəni yaxşıdır da, yəni